regionlarda 5 ulduzlu otellər üstünlük təşkil edir. Bitib o dövr. O dövr bitib, artıq o 5 ulduzlu otel axtaran turist profili yoxdur dünyada. Bəlkə də ərəb ölkələrində qalıb, amma başqa ölkələrdə yoxdur. Turist görmək istəyir, gəzmək istəyir, yaddaşında saxlamaq istəyir. Gəlib otelin, 5 ulduzlu oteldə vanna qəbul etmək istəmir, evində var olan. Biz amma home hotel konsepsiyasına keçə bilməmişik regionlarda. Bunun üçün çox sadə yolu var yenə. Kimin evi müsaitdirsə, işləmək istəyirsə, dövlət pulsuz, daha doğrusu faizsiz də kredit verir. 10 min, 15 min kredit verir, faizsiz. Get buranı düzəl. Hətta özü də düzəldir, verir. Bir yaxşı pul da vermirəm, gəl səni düzəldim buranı. Düzəldim, ildə mənə əmindir, 500 manat pul verərsən, 20 ilə verərsən. Gürcülər elə elədilər. Məsələn, bir tək Tiflisdə 775 hostel və home hotel konsepsiyalı otel var. Yəni 5-6 nömrəsi, 4 nömrəsi, 3 nömrəsi olan otellər var. Bizdə var mı? Yox. Bax, Gürcülərə Avropa İttifaqının bir proqramı var idi, o vasitəsilə. Bəli, bizə də təklif olmuşdu. Özlərində də pul yoxdur deyən. Bizə də təklif olmuşdu o. Bizdə də gəldilər, maraqlandılar. Bizimkilər dedilər ki, biz özümüz eləyəcəyik. Eyvallah, eləyək. Problem deyil. Tək olsun. Şəkidə eləmək olar bunu, Qaxda eləmək olar bunu, Qəbələdə eləmək olar bunu, Qubada, Qusarda eləmək olar, Lənkəranda, Astarada eləmək olar. İndi təzə işğaldan azad olunmuş bölgələrimizdə eləmək olar. Biz tarixi abidələrimizi belə sata bilmirik. Gədəbəydəki o tarixi körpü var da. Kim bilir o körpü haqqında məlumat? Heç kim bilmir. Dünyada çox abidələr var. Albanla bəli, kim bilir bunu? Bir də yaxşı yadıma saldınız. Bir də o komplekslərdən azad olmaq lazımdır da. Bu xristianlıq abidələrini normal təqdim edir. Dünyanın hər yerində var da. Xristian da yaşayıb Azərbaycanın indiki torpağında, müsəlman da yaşayıb, Yahudi də yaşayıb, atəşpərəst də yaşayıb. Burada kompleksə girmək lazımdır ki, bu hansıdır, qədimdir, kimindir. Azərbaycanındır. Bitdi. Bu anlamda mənim qardaş Türkiyənin yanaşmasını çox bəyənirəm. Məsələn, onlara Yunanlar deyəndə ki, filan şey bizimdir, deyir, hə, düzdür, sizindir, bu bacarmadınız, indi bizimdir. Gəlin muzey kimi. Ziyarət edin. Ziyarət edin. Nə problem var ki? Düzdür də, tarixdir də bu. Yəni bizimdir, bizim ərazimizdir. Azərbaycanın dövlətinindir artıq. Bu bizim xalqımızın ərazisidir. Bizim ərazimizdə xristian da yaşayıb, Yahudi də yaşayıb, atəşpərəst də yaşayıb, erməni də yaşayıb, gürcü də yaşayıb. Nə fərqi var ki bunun? Bunu niyə kompleksə girməliyik ki burada? Əksinə böyüklüyümüzü göstərməliyik burada. Bəli, bizim ərazimizdə yaşayıb, indi də bu bizim gözəl dövlətimiz var. Gəlin ziyarət edin. Yəni bu anlamda turizmlə bağlı məsələdə hekayə quruculuğu çox zəif. Çox zəifdir. Biz hekayəmizi, biz Xəzəri sata bilirik. Məsələn, Xəzərdə öz əhalimiz belə gəlib çimməkdə 10 dənə sual beynində olur. Təmizdir, təmiz deyil, mikrob var, yoxdur. Hələ öz əhalimiz. Siz xaricə bunu necə satacaqsınız? Halbuki çox gözəl imkanlar, məsələn, Astarada, Lənkəranda, Xəzərin sahilində qumluqlar var, gözəl yerlər var. Siz orada Antalya yaratmaq olar da. Antalya belə baxanda təzə Antalya olub da, bir Özal dövründən sonra, Turgut Özal dövründən. Ondan qabaq kənd idi də, balıqçı kəndi idi. İndi 4 milyonluq şəhər, 11 milyonda turist qəbul edir, yəni 11 milyon. Nədən başlanır? 50 il bundan qabaq başlanır. Sıfırdan. Biz niyə başlamayaq? Yəni ona görə də bax, burada yenə gəlir, dirənir o təşəbbüskarlıq, idarəetmə fəlsəfəsinə təşəbbüs edir. Biznesin önü tamamilə açılmalıdır. Yəni biznes çox rahat olmalı. Bütün dövlət orqanları biznesmenin nazı ilə oynamalı. İş adamının nazı ilə oynamalı. Əksinə yox. Bizdə iş adamı gedir dövlət orqanlarının nazı ilə oynayır ki, sən Allah buna icazə ver, imkan ver bunu eləyək. Belə olmaz.